Sabahınız xeyir olsun. 27 fevral 2026-cı il tarixidir. Ramazan ayının 9-cu günüdür. Ramazan ayının bu 9-cu günündə kimlər niyyət edib oruç tutdular, etdikləri niyyət tutduqları oruç qəbul olunsun. Eləcə də fevral ayının sonuncu həftəsinin sonuncu cümə 5-ci günüdür və hər birimizin cüməsi mübarək olsun. Cümə ibadəti ilə məşğul olanların da cümə ibadətləri qəbul olunsun və bugün, yəni 27 fevral günündə kimlər işləri ilə məşğul olur, evdə, istər çöldə, yəni iş arxasınca gedənlər, ofisdə, işlədikləri yerlərdə işləri ilə məşğul olan hər bir şəxsə iş abadlığı, bol ruzi, bərəkət arzu edirəm. Bununla yanaşı 27 fevralda təhsili ilə məşğul olan məktəblilər bununla yanaşı orta ixtisas, ali məktəb tələbələrdir. Hər birinə ilk növbədə can sağlığı arzulayıram, zehin açıqlığı, iş abadlığı arzulayıram, qarşılarına qoyduqları məqsədlərə çatmalarını arzulayıram. Həm Azərbaycan Respublikası üçün, həm də eləcə də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 27 fevral günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət. Bununla yanaşı Allahdan hər birinə səbir diləyirəm və 27 fevralda kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün qazi ailələrini, şəhid ailələrini də salamlayıram, can sağlığı arzulayıram hər birinə. Və bununla yanaşı 27 fevralda kimlər ad gününü, xoş gününü qeyd edir, hər birinə can sağlığı deyirəm və bununla yanaşı təbrik edirəm hər birini. Və eləcə də 27 fevral günündə tarixi günlər vardır. 27 fevral günü məhz qütb ayısı günü kimi qeyd olunan günlərdən biridir. 27 fevral 1594-cü ildə 4-cü Henrinin Fransa kralı olduğu gündür. 27 fevral 1700-cü ildə isə Yeni Britaniya adasının kəşf edildiyi gündür. 27 fevral 1844-cü ildə isə demək, Dominikan Respublikasının Haitidən müstəqillik qazandığı gündür. Eləcə də 27 fevral 1940-cı ildə Martin Kamin və Samuel Rubenin radiokarbonu kəşf etdikləri gündür. 27 fevral və 1967-ci ildə Dominika Birləşmiş Krallıqdan müstəqillik qazandığı gündür. 27 fevral bununla yanaşı 1974-cü ildə People dərgisinin ilk dəfə olaraq açıldığı gündür, çap edildiyi gündür və 27 fevral 1998-ci ildə Azərbaycan Respublikasının İslandiya ilə diplomatik əlaqələr qurduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.